Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən 10 yanvar 2026-cı il tarixində yerli vaxtla saat 18:55-də Pirqulu seysmik stansiyasından 9 kilometr cənubda Şamaxı rayonunun ərazisində maqnitudası 3,8 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qız Meydanı, Qaleybuğurt və digər ətraf yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunmuşdur. Zəlzələ ocağının dərinliyi 8 kilometrdir. Onu da qeyd edək ki, Azərbaycan ərazisi seysmik baxımdan aktiv bölgədə yerləşdiyinə görə, vaxtaşırı respublikamızın ayrı-ayrı bölgələrində maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır. Bu gün Şamaxı rayonunda qeydə alınan zəlzələ də həmin zəlzələlər qrupuna aiddir.